15 iyun 2025-ci il bir təcili və vacib xəbəri diqqətinizə çatdırıram. İran İslam Respublikasının Xarici İşlər Naziri Abbas Əraqçı yaxın şərqdəki gərginliklə bağlı diqqət çəkən və kompromisə yönəlik açıqlamalar verib. Demək, bildirib ki, əgər İsrail İrana qarşı hərbi və siyasi təzyiqləri dayandırarsa, Tehran da cavab zərbələrini dərhal dayandırmağa hazırdır. İsrail İslam Respublikasına qarşı təcavüzkar hərəkətləri dayandıracağı halda İran da hərbi əməliyyatları dayandıracaq deyə nazir vurğulayıb. Əraqçı eyni zamanda nüvə məsələsinə də toxunaraq qeyd edib ki, İran beynəlxalq ictimaiyyətə rəsmi saziş imzalamağa və bu saziş çərçivəsində nüvə silahı istehsal etməyəcəyinə dair zəmanət verməyə hazırdır. Bizim nüvə silahı əldə etmək niyyətimiz yoxdur. İran bu sahədə hüquqi və diplomatik öhdəlik götürməyə, nüvə silahı istehsal etməyəcəyinə dair rəsmi zəmanət verməyə hazırdır, deyib Əraqçı. Nazir bu bəyanatları ilə İranın həm regional sabitlik, həm də qlobal təhlükəsizlik baxımından danışıqlara və əməkdaşlığa açıq olduğunu nümayiş etdirməyə çalışıb.